Xeyir, bu günləri sizinlə hesab əməlləri mövzusuna baxırıq. Hesab əməlləri mövzusunda bizə lazım olacaq toplama, çıxma, vurma və bölmə əməlləri. Yəni ki, bu hamısı bizə toplama, çıxma, vurma, bölmə əməlləri bizə orta məktəbdən artıq tanışdır. Alt-alta toplama, çıxma, vurma olacaq və çubuqlu bölmədən istifadə olunacaq. Sadəcə fərq ondadır ki, burada biz ədədlərin bəzilərini bizə hərf şəklində verəcək və həmin hərfi tapmaq tələb olunacaq. Birinci toplama tipində olan misallara baxaq. Hərəsindən müəyyən qədər misallara baxacağıq ki, toplama, çıxma, vurma, bölməyə ki, vaxtımız qalsın. Məsələn, birinci suala baxsaq, birinci sualda bizdən i plus l soruşur. Fikir versə görək ki, 1 plus i-ni bizə verib burada. 1 plus i-ni bizə verib ki, l-ə bərabərdir. L plus i 7-yə bərabərdir. I plus l 7-yə bərabərdir. Əgər təkcə bir hissədə 7 olsaydı burada, biz fikirləşə bilərdik ki, bəlkə də bu 7 deyil, 17-dir. Amma iki hissədə verildiyinə görə 7, bilirik ki, i plus l artıq 7-yə bərabərdir. Ona görə də burada heç bir əməldən istifadə olunmur. Heç nəyə baxmağa artıq ehtiyac yoxdur. Cavab məlumdur ki, burada cavabımız olacaq bizim 7. B variantı olacaq. İkinci suala keçid edəsək. İkinci sualda sadə tiplərdən biridir. İkinci sualda görəcəyik ki, 9 plus 5 B-yə bərabərdir. Biz bunu 9 plus 5-i 4 yazırıq. Dokuz plus 5 14 elədiyinə görə 4-ü yazmışıq, 1 yadda qalır. 5-in üstünə A-nı gələndə 2 eləyirsək, deməli 5-in üstünə A-nı gələndə 11 eləyib 2, 1 də yadda qalırdı. 2 düşüb 1 yadda qalır. A-nı buradan tapırıq ki, A-nın cavabı 6-dır. B-ni tapmışıq artıq, B 4-dür. A plus 7 bərabərdir B-dirsə, buradan da B-ni artıq bilirik ki, 4-dür. A-nı da artıq 6 tapmışdıq. C-də olacaq 6 plus 7 13. 1 yadda qalacaq, orada qalmışdı 14 oldu 4. C-də olacaq bizdə 1. 6 plus 4 vurulsun 1. Cavabımız eləyəcək 10. Üçüncü suala. Üçüncü sualda C plus A bərabərdir 8. B plus B bərabərdir 8. C plus A bizdə 8-dirsə, B plus B-ni biz 4 götürə bilməliyik. Nəyə görə 4 götürə bilməliyik? Çünki 4 ilə 4-ü toplayanda 8 eləyir. Ora kimi düzgündür, bəli. A ilə C-ni toplayanda bizdə 8 eləmişdi. A ilə C-ni toplayanda burada olacaq 4. B deməli 4 deyil. Biz onu başqa cür necə yaza bilərik? B-nin yerinə 9 plus 9 yaza bilərik. Birinci burada yazaq ki, A ilə plus C-nin cəmi artıq bilirik 8-dir. 8-i qeyd edək burada. B-nin də yerinə 9 yazsaq, 9 plus 9 eləyəcək 8, 1 yadda qalacaq. A plus C 8, B-nin də yerinə 9 yazacaq. 1 yadda qaldığına görə B-nin də yerinə 9, 8 plus 9 cavabımız eləyəcək 17. Dördüncü sualda bizə köməkçi düsturlarla verib. A plus B plus C bərabərdir 6-ya. A plus B plus C bərabərdir 6-ya. Burada göründüyü kimi. A plus B-ni bərabərdir C-yədirsə, birinci köməkçi düsturda. Deməli, A plus B-nin yerinə biz burada C yaza bilərik. 2C bərabərdir 6-dırsa, C bərabər olacaq 3-ə. C 3-ə bərabər olursa, deməli, A plus 1 ya A1-dir, ya da ki, B1-dir. A da B-dən bir vahid böyük olduğuna görə ikinci köməkçi düsturdur. Deməli, bizdə olacaq A2, B1. Bizdən də A-nı soruşurdu. A-nın qiymətini tapdıq 2. Keçirik 5-ci suala. 5-ci sualda K plus L bərabərdir M-ə, K plus L bərabərdir 6-ya.
Görürsünüz ki, burada 3 var. Bu aşağı normalda düşməli idi 3 kimi, amma 4 kimi düşüb. Deməli, K plus L e, 16'dır ki, burada cavab. Bir yadda qalıb. Burada düşüb olub 4. Burada düşüb olub 4. Burada düzdür, cavab 16'dır. O da nəyə görə 16'dır? Çünki L plus K-da birincidə. Bir yadda qaldığına görə 16'dır. Deməli, normalda bizdə olmalıdır L plus K bərabərdir 15. Bizdən də M-i soruşur, bir yadda qalır. M-in yerinə yazırıq biz 5. Cavabımız da olur 5. 6-cı suala keçirik. 6-cı sualda ML plus LK plus K-in bərabərdir MKL. Bizdən istəyir MK plus ML. Toplamda bizə vacib olan və yadımızda saxlamalı olduğumuz düsturlardan biri burada bizə lazım olacaq. Əgər L plus K plus M, bu yəni bütün ədədlərə aid 3 ədədin toplanması bərabərdir L isə, yəni 3 ədədi toplayırıq və sonda o 3 ədəddən biri alınırsa, sonda deyəndə ki, yəni aşağıda ola bilər ki, məsələn, bir yadda qalır, birin yanında da bu ədəd olur. Deməli, L alınırsa burada K ilə M-in cəmi ona bərabərdir. K ilə M-in cəmi ona bərabərdir burada. K ilə M-in cəmi ona bərabər olduğundan keçib baxırıq M plus L plus K ikinci hissəyə. Burada isə K alınıb. Burada deyə bilmərik M plus L ona bərabərdir. Nəyə görə? Çünki bir yadda qalmışdı. Bir yadda qalıbsa ki, deməli bizdə bərabərdir M plus L bərabərdir 10 çıx 1-ə bərabərdir, yəni 9-a. Yəni 9-a bərabərdir. K plus M də bərabərdir 10-a. K plus M bərabərdir 10-a. L plus K plus E yuxarıda göründüyü düsturda K plus M 10-a bərabər olduğundan deməli bu 10 neçə idisə, bu ədəd neçədirsə 10 neçədir. Bir yadda qalıb. İkincidə də toplayanda bir yadda qalsa, deməli bu ədəd maksimum olacaq bizdə 19. Biz deməli M-i tapacağıq biz 1. M-i əgər 1 tapırıqsa, M bərabərdir 1-ə. L bizdə olacaq 9 çıxılsın 1 bərabərdir 8-ə. K da olacaq 10 çıxılsın 1 bərabər olacaq 9-a. Gəlib burada yerinə yazsaq 19 plus 18 cavabımız olacaq 37 C variantı. Keçirik 7-ci suala. 7-ci sualda MLK birinci misala baxan kimi görürük ki, M plus L plus K-nı verib bizə 15. Digər suallardakı kimi onu yadımızda saxlamışdıq. Bilirik ki, burada bizə 15 veribsə artıq əvvəldə bir yadda qala gəlir. Deməli, L plus K plus M bərabərdir M. Bayaqki düsturdakı kimi baxsaq, L plus K plus M M-ə bərabərdirsə, artıq biz bilirik ki, L ilə plus K-nın cəmi 10 eləyir. Bu 10 eləyirsə, bir yadda qala keçirsə bura, deməli L plus K plus M eləyib 14. L plus K da 10-a bərabərdirsə, M-i də biz tapırıq ki, artıq buradan 4-ə bərabərdir. Keçək 8-ci suala baxaq. 8-ci sualda da artıq bayaq belə bir tipdə sual işləmişdik. 5 aşağıya 6 kimi düşübsə, deməli A plus B 3 yox, 13 eləyir. A plus B 13 eləyibsə, birincidə də B plus A verilib, birinci. Biz bunu tapmalıyıq. B plus A-da bərabərdir C-yə. Deməli, bir yadda qaldığına görə 13 eləyib ikinci dəfə A plus B. A plus B bərabərdir 12 olmalıdır. 12 də olsa, biz buraya yazırıq 2, bir yadda qalır. C bərabərdir 2-yə. 9-cu sualda A plus B
plus A plus B bərabərdir B veribsə, deməli biz buradan alırıq ki, A plus B bərabər olub 10-a. Yəni 2A plus B bərabərdir 10A. İkinci sıraya baxsaq 3A plus B bərabərdir B-dir. Fikirləşə bilərsiniz ki, 3A bərabərdir onda 10-a. Yəni A plus A plus A. Xeyr, elə olmayacaq. Çünki birinci tərəfdə bizdə bir yadda qalmışdı. Deməli, həmən biri çıxacaq ondan. 3A bərabər olacaq. 10 çıxılsın 1-ə. Yəni 9-a. Biz burada A-nı tapacağıq 3. Bizdən B-ni soruşur. B-ni də tapmaq üçün elə bu düsturda gəlib yerinə yazsaq. 2 vurulsun 3. Yəni 6 plus B bərabərdir 10 olsa. B-ni də tapırıq ki, B də bərabərdir 10 çıx 6-ya. B-ni tapdıq artıq 4 olacaq. Keçirik 10-cu sualda. 10-cu sualı bitirəndən sonra çıxma əməlinə də biraz baxarıq ki, videoya çox uzun olmadan çatdıra bilək videonu. Bu da bayaqki suallar kimidir. Bu suala artıq baxanda biz görürük ki, K plus M plus L 19 göstərir burada. Nəyə görə 19 göstərir? Artıq bilirik ki, M plus K plus L 18 olub. Bir yadda qalıb, ikinci dəfə hesablayanda 19. Oradan da bir yadda qalıb, yenidən hesablayanda 19 eləyib 1998. Deməli, M plus K L plus K bərabərdir 18-ə. K plus L isə bizdə verib ki, bərabərdir M-ə. K ilə plus L-in yerinə biz M yazsaq, olacaq bizdə 2M bərabərdir 18-ə, M bərabər olacaq 9-a. M-i biz 9 tapdıq. Bəli, sualda da bizdə M istəyirdi. Artıq cavabımız bəlli oldu. Çıxma əməli 34-cü sualdan başlayır. 34-cü sualla 35-ci sual demək olar ki, eynidir. 34-cü suala baxaq birinci. 34-cü sualda ABC çıxılsın CBA göstərib və F-i soruşur bizdən. 34-cü sualda bir dənə qayda deyirəmsə, onu yadda saxlamaq vacibdir. Onu yadda saxlasaq görəsiniz ki, bu suallar çox asandır. Yəni 35 də eyni olacaq. Bir ədəddən biz onun tərsini çıxacaqsa, məsələn, ABC çıxılsın CBA. Bu F-in yerinə həmişə ortada görəsiniz ki, 9 alınır. Onu məsələn yoxlaya da bilərik burada. Tutaq ki, yazaq özümüzdən bir ədəd 523 çıxılsın 325. 13-dən 5 çıxırıq 8. 11-dən 2 çıxırıq. Buradan 1 götürmüşdük deyə bir təzdən buradan götürəcəyik. 11-dən 2 çıxırıq 9. 4-dən də 3 çıxacaq 198. Və gördünüz ki, orta 9 alınır. Bir dənə də qaydası var ki, onun kənar hədlərin də cəmi 9-a bərabər olmalıdır. Onu da yadda saxlasaq, bu tip çıxma əməlləri sizə çox rahat gələcək. 35-ci sualda da məsələsinin tərs olduğuna görə, ədəddən onun tərsini çıxdığımıza görə burada da 9 olacaq. Yəni 34-cü sualda cavab olacaq B variantı. 35-ci sualda üzr istəyirəm. 35-ci sualda N olacaq bizdə 9, amma bizdən soruşur ki, K çıxılsın M-i tapaq. K çıxılsın M-i tapmaq üçün də necə ki biz yuxarıda göstərmişik 523-dən 325 çıxanda məsələn 3-dən 5-i çıxmaq üçün 2-dən 1-ini almışdıq. Burada da 1 qalmışdı. 1-dən də 2-ni çıxmaq üçün 5-dən 1-ini almışdıq. Deməli, K-dan da biz 1-ini almışıq ki, K-dan M-i çıxanda 5 alınıb. Bizdə cavab neçə olacaq burada? K-dan çıxacaq M-i 5 yox, 6 olacaq. 1-ini almasaq, K çıxılsın M olacaq 6. 36-cı suala baxırıq. AC çıxılsın cavab verilib bizə. A bərabərdir C plus 2. Yəni burada biz hansı ədəd olduğunu orada bilməsəydik olar. A bərabərdir C plus 2 verilibsə bizə artıq yerinə rəqəm qoyub da onu əldə eləmək olar. Məsələn, C-nə tutaq ki, veririk biz 3. C-yə 3 verəndə A-mız olacaq 5. A-mız da 5 olanda olacaq 53 çıxılsın 35. 35
O üstdən 5 çıxacaq 8, 1 götürmüşük 5-dən, 4-dən də 3 çıxacaq 1. Yəni BR-ni istəyirsən bizim cavabımız olacaq 18. 37-ci sual da bu tipdə sualdır. Bunları işləyib bir neçəsini artıq yaza bilərik, belə yoxlaya bilərik. 37-ci sualda göstərir ki, AB çıxılsın BS bərabərdir 1 A-ya. A çıxılsın B-ni göstərib ki, bizə 2-yə bərabərdir. A-nın yerinə tutaq ki, burada biz bir 5 versək, 5-dən neçə çıxanda 2 edir, B-nin yerinə verəcək 3. Bayaqki suallar kimi. 53 çıxılsın 30. C-nin qiymətini bilmirik, C x-dir. A-nın yerinə yenidən 5 yazırıq. Əgər 53-dən neçənisə çıxmışıqsa, biz cavab 15 alınıbsa, deməli 53 çıxılsın 15 də həmən ədədə bərabərdir. Yəni 31-ci ədəd 3C. 3C deməyək, 30 neçədirsə biz C-ni tapmalıyıq. 53 çıxılsın 15 bizdə olacaq 38. Deməli C bərabər olacaq bizdə 8-ə. 38-ci sual ən sadə sual tipindən biridir. Bizdən istəyir ki, A çıxılsın B-ni tapmağımızı. Hazır düstur verilib. 8-dən 7-ni çıxanda bizdə eləyəcək 1. B-ni 1 tapmışıqsa burada 1 yazmalıyıq. 6-dan nəyi çıxsaq biz cavab eləyər 2. 6-dan 4-ü çıxsaq cavabımız eləyəcək bizim 2. 6-dan 4-ü çıxanda 2 eləyirsə, A da deməli bizdə artıq A-nı da tapdıq 4-dür. A da oldu 4, 4-dən də 3-ü çıxanda bizim cavabımız eləyəcək 1. Deməli A-mız oldu 4, B-miz oldu 1. 4 çıxılsın 1, cavabımız oldu 3. E variantı. 39-cu suala baxın. 39-cu sualda A ilə B-nin hasilini istəyir bizdən. 6-dan nəyə çıxsaq, A-nı çıxsaq cavab A eləyər. 6-dan biz 3-ü çıxsaq cavabımız 3 eləyər. Gəlin yoxlayaq. 6-dan 3 çıxsaq A 3 elədi. 9-dan 2 çıxsaq 7 eləməlidir. Amma 7-dən 2 çıxsaq 5 eləyəcək. Deməli 3 deyil A. A-nın yerinə başqa ədəd hansını qoya bilərik? Məsələn 6-dan 8 çıxsa, 9-dan 1 götürəcəyik. 16-dan 8 çıxanda eləyəcək 8. A deməli 8 ola bilər. Burada qaldı 8, 9-dan 1 götürmüşdü. 8-dən 1 çıxsaq cavab eləyəcək 7. Yenə də 7-dən 1 çıxsaq cavab eləyəcək 6. Deməli burada A 3 yox, 8-dir. A-nın yerinə yazsaq 8 vurulsun. B-nin də yerinə 1 yazsaq cavabımız olur B variantı 8. 40-cı sualda hazır düstur kimi yadda saxlamaq olar əslində. Burada da yerinə rəqəmlər qoysaq, bayaqları elə 53 qoymuşduq. Belə misallarda 5, 3, burada da 53 yazar, 53 çıxılsın 35, cavabımız eləyəcək 18. Yerinə rəqəm qoyub bunu tapmaq olar və bir neçə dəfə yerinə rəqəm qoyub, gəlin bu dəfə başqa rəqəm qoyaq ümumiyyətlə. Başqa rəqəm qoyaq, görəsiniz ki, uyğundur. 64 çıxılsın 46 yazaq. 64-dən 46-nı çıxanda bizim cavabımız eləyəcək 14-dən 6, 8. 1 götürmüşdük, burada da 1, 18. 18 eləyəcək, yenidən biz bunu yazanda CD-ni tapmışıq artıq 18, üstə gəlsin 81, bizim cavabımız eləyəcək 99. Bu tipdə olan bütün misallara aiddir. 41-ci suala baxır. 41-ci sualda ABC çıxılsın BC adı. Cavabımız eləyib 207. A çıxılsın BC-ni soruşur bizdən. Deməli, C-nin yerinə biz məsəl üçün verə bilərik 9 çıxılsın 2. 9 çıxılsın 2 versək, cavab eləyəcək 7. Biz B-nin qiymətini bilmirik. C-nin yerinə 9 yazsaq, deməli B də 9 olmalı ki, 9-dan 9 0 eləsin. Deməli, eləncə imzalamız düzgün alınmır. Nə etməliyik? 7-ni başqa cür necə almaq olar? Məsələn, 6-dan çıxa bilərik 9-u. 6-dan 9-u çıxa bilmədiyimizə görə B-dən 1 götürəcəyik. 16 çıx 9 eləyəcək 7. Artıq C-yə biz 6 vermişiksə, C-yə 6 yazırıq. Deməli, B bizdə 7 olub. Bir də götürmüşük, qalıb 6. 6-dan 6 çıxanda olacaq 0. B-miz deməli 7-dir.
B'ni burada da 7 yazsa, artıq A'ya da 9 vermişdi. 9 çıxılsın 2, 7. Üzürlü sayın 9 çıxılsın 7 eləyəcək 2. A-nı tapmışıq 9, 99 çıxılsın. B-ni tapmışıq 7, C-ni də tapmışıq 6. 99 çıxılsın 76. Bizdə cavab eləyəcək 23. Vurma əməli fikrimcə ən asan əməllərdəndir. Toplama çıxmadan daha asandır. Sadəcə biraz diqqətli olmaq lazımdır. Keçid eləyək vurma əməlinə. Vurma əməlində məsələn 43-cü suala baxaq ilk olaraq. Bizdə A plus B plus C-ni soruşur bizdən. Bunda görürük ki, birinci 30 neçəyəsə vurub ədədi. 30 neçəyəsə vurub C-yə vuranda ulduz alıb elə yuxarıda olduğu kimi. Amma 3-ə vuranda 1035 alıb. Çox rahat testlərdən biridir. 1035-i biz böləcəyik 3-ə. Cavab eləyəcək bizdə 345. 345 edirsə, deməli artıq biz bu ədədi tapmışıq 345. 5 aşağı düşüb 0 ola bilməz təbii ki. 3-ə də vursaydıq 1035 kimi döl rəqəmlərlə alınacaqdı. Deməli bizdə C də olub 2. C-ni də 345-ə vuranda, yəni 2-ni 345-ə vuranda, deməli bizdə burada da alınıb 690. Qaralama oldu, düzəltdim bunu. 690 alınıb bizdə. 690 plus 1035. Artıq bizə C bəllidir 2. A da deyərdim ki, bəllidir. A da çünki verilib, bir düşüb aşağı alıb. Yenidən burada hesablama aparaq. 0, 9-un üstünə 5 gələndə eləyib 4, 1 yadda qalıb. 6-nın üstünə 3 gələndə eləyib 9, 1 yadda qalmışdı 10, 0, 1 yadda qalıb. 0 aşağı düşüb olub 1, bu da olub 1. 1 plus B-ni də tapdıq 4. 4 plus 2. Cavabımız olacaq B variantı 7. 44-cü suala baxaq. 44-cü sualda bizdə göstərib ki, A vurulsun 4 bərabərdir B. Deməli biz B-nin yerinə yaza bilərik ki, 4A. İkinci düsturda göstərib ki, C vurulsun 2 bərabərdir D. Deməli D-nin də yerinə 2C yaza bilirik. E vurulsun D bərabərdir 24 göstərib. Biz burada əvəz eləsək yaza bilirik ki, 4A vurulsun 2C, yəni 8AC bərabərdir 24-ə. Deməli A vurulsun C-ni buradan alırıq ki, 3-dür. A vurulsun C-ni 3 almışıqsa, bu hansı ədəddə ola bilər ki, 3 alınsın cavab hasili. Ya 1 3-dür, ya 3 1-dir. Başqa ədədləri qoysaq yerinə alınmayacaq. Ya özümüzdən olaraq bizdən olsa A plus C-ni istəyir. 1 3 və yaxud da ki 3 1 qoya bilərik. Cavabımız da olacaq B variantı yenə 4. 45-ci suala baxaq. Bunu silək ki, qarışdırmayasınız. 45-ci sualda çox asan suallardan biridir. ABC vurulsun A1 bərabərdir 2, 230. Son ədədin yerinə C göstərib bizdə. Birincisi biz bunu C-ni necə tapa bilərik? C aşağı olduğu kimi düşəcək burada. Görürsünüz ki, burada 6. Deməli C 6-dır. Biri ABC-yə vuranda 236 alınıbsa, deməli ABC 236-dır. Artıq A buradan bəllidir, 2 olacaq. Başqa cür necə tapa bilərdik? Məsələn, əmin olmaq üçün 472-ni A-ya böləndə 236 eləyirsə, deməli A elə 2-dir. Çox rahat olduğuna görə əslində çox yollarla bunu əldə eləmək olar. Biz A-nı tapmışıq artıq 2, bizə başqa bir şey lazım deyil. Burada A, C-ni də tapmışdıq 6, deməli cavabımız olacaq 8. Keçək elə 46-cı suala. 46-cı sual da bu tipdə suallardan biridir. 46-da məsələsini görürsünüz ki, ABC-ni 7-yə vurub 3829 alıb. Daha rahat ABC-ni tapmasını elə sonra 1-ə vurub 547 yazıb. Deməli ABC bizdə olacaq 547. D-ni də tapmaq üçün D olduğu kimi aşağı düşəcək 9.
5 plus 4 plus 7 cəmi verəcək 16. 16'dan da 9 çıxanda cavabımız eləyəcək 7 variantı. İkinci suala bax. Üzr istəyirəm 47-ci sualda. 47-ci sualda görürük ki, LK9'u LK'ya vurub alınıb bizdə LM 48. 8 diğer suallarda da görmüş ki, olduğu kimi düştüğüne göre K'nı 9'a vuranda biri 8 edir. Bu K'nı biz 9'a vuranda 9 vurulsa 2 məsələdə 8 edir. Bunu başqa cür yoxlaya bilərik. Sonra 8 eləmək. M'in üstünə 9 gəldi. Burada 4 eləyirsə, deməli M olmalıdır 5. M'i tapdıq 5'dir. 5'in üstünə 9 4 eləyir. 1 yadda qalır. 14 eləyir. 4 yazırıq. 1 yadda qalır. Burada da M5'dirsə, deməli bizdə K'lar bərabərdir 2'yə. K da 2'dirsə, K'lar 2'dirsə, 258'i 2'yə böləndə bizim artıq cavabımız çıxacaq ki, deməli elde 1'dir, 129. Bizdən nə istəyirdi? K, L və M. Artıq K'nı tapmışıq 2'dir, M'i tapmışdıq 5'dir, elde 1. 2, 1, 5 hansı variantda var? Yenə də B variantı. 48-ci sualda A, A, B'ni C'ye vurup aşağıda görürük ki, A, A, B alıb. Artıq bizə məlumdur ki, düz lazım olmayacaq. Çox da bizə C bərabərdir 1. C'ni tapdıq biz. Görürük ki, birinci sırada A, A, B'ni A'ya vurup 1000'lə neçə salıb. Yəni, deməli, A'nın yerinə biz 1, 1 yaza bilməliyik, 2, 2 yaza bilməliyik, 5, 5 yaza bilməliyik. Çünki 5, 5 də yazanda C'yə 2000 neçə çıxacaq. Ona görə ya 3, 3 yazmalıyıq, ya 4, 4 yazmalıyıq. Yəni 3-3 yazıb yoxlaya bilərik. A-nın yerinə 3-3 yazsa. 3'ü nəyə vuranda yenidən eyni ədəd alınmalıdır? Məsələn, 5'i tək ədədlərə vuranda görürük ki, yenidən eyni ədəd alınır. B-nin yerinə də 5 yazsa, 3 səfə 5 yazırıq bura 5, 1 yadda qalır. 3'ü 3'ə vuranda eləyəcək 9, 1 yadda qalmışdı. Bizdə olacaq burada 0. Yenidən 3'ü 3'ə vuranda 1 yadda qalıb. Yenidən bizdə olacaq 10. Yazacaq 1005. 1005'in üstünə yəni də 335. 335 qeyd edək bura. Bizdə cavab olacaq. B göstərib. 5 düzgündür. İkincidə də 5 düzgündür. 0'ın üstünə 3, 3. Hələ ki, hər şey qaydasındadır. 1'in üstünə 3. Y ayrı bir ədəd idi. Onu bayaqdan işləyib tapmamışdı. Oldu 4. Deməli, bizdə cavabımız olacaq A plus B plus C plus üzr istəyirəm Y. Olacaq 3 plus 5 plus 4. 8 plus 4, 13. Cavabımız olacaq 8 plus 4, 12 üzr istəyirəm. Cavabımız olacaq B variantı 12. İşte 49-cu suala, 49-cu sual görmək üçün köhnə yazılardan silim ki, rahat görə bilək, rahat işləyə bilək. A-nı vurub 8'e görürük ki, burada 4 yazıb. 4 yazıbsa biz onu fikirləşə bilərik ki, artıq əvvəlki ədəd məlumdur deyə biz işləmək daha rahat olacaq. O 8'i 3'ə vuranda sonu məsəl üçün 4 ilə bitə bilər. 450. Bunu da yerinə 3 yazsaq. 3 yazsaq 453 vursaq 8'ə 8 vurulsun 3 2 yadda qalacaq. 8'i 5'ə vursaq 40. 2 yadda qalmışdı 2 olacaq 4 yadda qalacaq. 8'i 4'ə də vursaq 32 4 yadda qalmışdı. Olacaq artıq alnı 33 tapmışdıq. Məlum idi. 3624. Deməli A 3'dür. 453'ü 3'ə vuranda biz neçə alacağıq? Alacağıq 1359. 1359. Artıq B-ni də tapmışıq. C-ni də tapmışıq. A-nı da tapmışıq. 3 vurulsun. 3 vurulsun 5, 15.
15 bölünsün C 1'dir. C'nin də yerinə 1 yazanda cavabımız olacaq 15. Keçək artıq 50-ci suala. 50-ci sualda 297 vurulsun A. Cavab olub 891. 297-ni neçəyə vuranda 891 eləyər? Yəni, baxan kimi bilinir bu A 3-dür. 3-ə vuranda 891 eləyəcək. 297-ni yenidən 6-ya vuracaq. Buranı tapmaq üçün 6-nı 7-yə 2, 4 yadda qalacaq. 6-nı 9-a 54, 4 yadda qalmışdı. Buraya yazır 8. Bir dəfə 5 yadda qalır. 6-nı 2-yə 12, 5 yadda qalmışdı. 17. 1. B-nin yerinə yazırıq yenidən. 9 plus 2 olacaq 1. 1 yadda qalacaq. 8 plus 8 olacaq 7. 1 yadda qalacaq. Oldu 18. Artıq bütün ədədləri, hərfləri tapdıq, belə deyək. A-nı tapmışdıq 3. B olacaq bizdə 1. 3 plus 1, 4. C-ni tapmışıq 7. Plus 7. Cavabımız olur 11. Çıxılsın. D-ni də tapmışıq 8. 11 çıxılsın 8. Cavabımız olacaq düzdür. Burada artıq görsənmir. A variantı 3. 51-ci sualda heç ehtiyac yoxdur. Bəlkə də izah eləməyə. 51-ci sualda da 7736-nı, yəni MK-li 8-ə vurub bunu alıb 7736. 7736-nı 8-ə böləcəyik. Artıq bizdə MK-linin cavabı çıxacaq. MK-li bizdə eləyəcək 967. 967-ni də 1-ə vuranda burada yazmalıyıq yerinə. Bizə lazımdır B-nin cavabı. 6 kimi düşəcək aşağı. 3 plus 7 olacaq 0. 1 yadda qalacaq. 7 plus 6, 13. Bir də yadda qaldığına görə 14. B-nin yerinə yazacaq 4. Deməli, B olacaq 4. 52-ci, 53-cü sualda işlədiyimiz tiplərə aiddir. 3490-ı artıq biz 5-ə böləndə yuxarıdakı kimi. Burada da tapacağıq ki, bizə lazım olan A 9 imiş. 698-i 4-ə vurub altda yerinə yazsaq. Eləyəcək 2792. 0 olduğu kimi düşəcək. 9 plus 2, 1. 4 plus 9 orada 1 yadda qalmışdı. 13 olacaq 14. 1 yadda qalacaq. 3 plus 7. 1 də yadda qalmışdı. B tapırıq ki 1-dir. Məncə bu qədər kifayətdir. Hər şey eyni tip suallardır. Vaxtımız çox da geniş deyil. Ona görə istəyirəm keçək bölmə əməllərinə. Bölmə əməlləri 78-ci testdən başlayacaq. 78-ci test məsəl üçün çox rahat testlərdən biridir. Bölmə əməllərinə demək olar ki, ən rahat tapa biləcəyimiz testlərdən biridir. 2AB çıxılsın 20 aşağıda qalıb A. B-ni də saldıq aşağı, yəni orta məktəb çubuqlu bölmədən hamı bilir bunu. AB-ni də biz 5-ə böləndə 6 eləyib. Tam bölünür. AB çıxılsın AB qalıqda 0 qalır. Deməli 6-nı biz 5-ə vursaq alacağıq AB-ni. AB deməli bizdə 30-dur. A-nı artıq 3 tapmışıq. B-ni də 0 tapmışıqsa 230-u ilə biz 5-ə böləndə bilirik ki, burada 46 eləyəcək. C də bizdə 4-dür. A-nı tapmışıq 3, B-ni tapmışıq 0, C də oldu 4. Cavabımız bizim olacaq 3 plus 0 plus 4, C bəndi 7.